88-ci ildə Mavi Mələklər idi birinci kitabımız. Birinci kitabı əslində mən 84-də yazmışdım, 83-84. Amma mən sonra qayıtdım Bakıda partiya işində mən baxırdım inzibat şöbələri, inzibat orqanlara, yəni KQB, Dövlət Təhlükəsizlik Komitəyə, polisiya, o vaxt milisiya idi, sonra prokuratura, məhkəmə, xalq kontrolü, türmalar, koloniyalar, xüsusilə Qaradağda 8 koloniya var. Mən bax belə şeylərə baxırdım və baxmayaraq ki, özüm onlara nəzarət edirdim. Qarkomda da var inzibat şöbə və mərkəzi komitədə. Mənim kitabımı buraxmırdı Dövlət Təhlükəsizlik Komitəsi və deyirdi ki, ömründə bu çap olunmayacaq. Ona görə ki, sən orada bir belə sir açmışsan ki, Mavi Mələklər və 3 il yarım qaldı hələ belə çap eləmirdilər və Polkovnik Avdiyev var idi, Yusifzadənin köməkçisi, dedi ki, hələ bir 20 ildən sonra bəlkəm çap olunacaq. Amma mən inanmıram. Mən hara gedirdim, mənə deyirdilər, başa düşürsən, icazə yoxdur. Sonra bizim qonşumuz Nazim İbrahimov onu keçirtdi və Mədəniyyət Şöbəsinin də rəhbəri Azər Mustafazadə, onlar kömək elədilər və birinci mənim kitabım çıxdı. 30.000 nüsxə ilə rus dilində yazıcıda bir həftəyə zəng vurdular ki, satılıb. Bir həftəyə.